Salam aleykum və rahmetullahi və barakatuh, əziz kanalımızın izləyiciləri. Deməli, tez-tez verilən suallardan biri də odur ki, qoyunların gözü kör olur, ağ pərdə bağlayır, çirk olur qoyunların gözü. Nəzərinizə çatdırım, birinci səbəbini sizə istərdim açıqlayam. Onun səbəbi odur ki, birinci növbədə tövlədə havalandırma yoxdur. Mütləq havalandırma sistemi düzəldin. Yəni müxtəlif sistemlər olur düzəltmir. Adi ventilatorlarda qoymaq olur və yaxud pəncərələri elə açırsınız ki, hava oynasın, amma skvazyak olmasın. Alt təmizlənməlidir. Bilirsiniz ki, bu peyinlə, sidi ilə əlaqədardır, qarışır bir-birinə və amonyak qaz əmələ gətirir ki, bu qoyunların gözlərində problem yaranır. Və bu da keçicidir. Konjüktivit də ola bilər, infeksiyon xəstəlik də ola bilər. Ona görə gördünüz, uzatmadan artıq gördünüz ki, qoyunun gözündə problem var, gözündən çirk kimi bir şey gəlir. Adi bir usul sizə deyəcəm və çox effektli bir usuldur. Mən deyərdim ki, ən effektli usullardan biridir. İnsan aptekində Tobradex deyilən bir dərman var, damcıdır, göz damcısıdır. 2 damcı səhər hər gözə, 2 damcı axşam və paralel olaraq balaca tetraksil mazlar olur, onu da çəkə bilərsiniz. Və inşallah bu problem aradan qaldırılar. Amma yuvatmadan, gecikdirmədən. Da gözləməyin ki, əməli başlı pərdə ağ gəlsin, qoyun artıq kör olsun, görməsin, onu gözləməyin. Tez üstünə düşün və tədbirini görün. İnşallah çox effektli bir usuldur bu, müalicə usuldur. Yəni təcrübədə də sınalıb, kimlərə məsləhət vermişəm, hamısında da bu effekt verib. Buyurun, kiminlə sualı olarsa, zəhmət olmasa kanalımıza abunə olun. İnşallah belə maarifləndirici, faydalı videoların davamı gəlsin. Yəni, bizdə də motivasiya olsun, əlbəttə ki. Yəni ki, biz də görək ki, bizi dəyərləndirirsiniz, bizdə də motivasiya yaransın. Yəni, boşu-boşuna əziyyət çəkməyək. Bu qədər. Kiminlə sualı olsa, buyura bilərsiniz. Allah təsərrüfatınıza bərəkət versin. Dediyim kimi, həmin o insan aptekində satılır o damcı. Şəkildə paylaşacağım. İnşallah görərsiniz və faydalanarsınız. Assalamu aleykum və rahmetullahi və barakatuh.